Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Nebina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Ve ahlul uqdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'na ve enfa'na bima allamtana ve zidna ilma. Allahümme la sehle illa ma cealtehu sehla ve ente tec'alul hazne idâ şi'te sehla. Allah'a hamd olsun ki Allah subhanahu bizi bu güne yetiştirdi ve artık Ramazanın büyük bir hisse demək olar geride koymuşuq. Ve bu Ramazanda bağışlanmamızı istəyiriksə çalışmaq lazımdır ki Peygamber sallallahu aleyhi ve sellemin tövsiyesine riayet edək. Peygamber sallallahu aleyhi ve sellem hədisində buyurur ki: "Men sâme Ramazana imanen ve ihtisaben غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ." Kim Ramazan orucunu imanla, savabın Allah'tan umarak tutarsa, onun geçmiş günahları bağışlanır. Başka hadiste Peygamber sallallahu aleyhi ve sellem buyurur ki: "Men qâme Ramazana imanen ve ihtisaben غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ." Kim Ramazanın gece namazına imanla ve savabın Allah'tan umarak durarsa, onun geçmiş günahlarını bağışlar. Başka hadiste de Peygamber sallallahu aleyhi ve sellem buyuruyor ki: "Men qâme leyletel qadri imanen ve ihtisaben غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ." Kim Kadir gecesini imanla, savabın Allah'tan umarak gecesini ibadetle geçirerse, gece namazına geçirerse, onun geçmiş günahları bağışlanır. Deməli, bizden tələb olunan bu ayda, bütün Ramazan ayı boyu bu oruçlarımızı imanla tutmaktır. Ve savabını da Allah'tan umarak, savabını Allah'tan isteyerek tutmaktır. Böyle olduğu halda bizim için inşallah Allah tarafından bir bağışlanma var. Yani iman deyirlikdə Allah'ın kitabına, yani gönderdiği bu emre, bu vacibe iman etmek, Allah'ın emirlerine iman edip onunla emel etmek demektir. Öylece de savabın Allah'tan umarak, bu da ihlastır. İnsan emelinde, her bir emelinde yalnız Allah için etmelidir ve onun savabı da Allah'tan olmalıdır. Allah'tan başkasından olmalı değil. Deməli, orucumuzu kiməsə göstermek için değil, kiminse meclisinde yemek için değil, kimse mənə baxır, o görür diye değil. Yalnız Allah için Allah'tan savabı umarak tutmak lazımdır. Deməli, orucumuzda bizim Allah'ı tekleştirmek, tövhid vardır. Bütün əməllərimiz Allah için olduğu gibi orucumuz da Allah için olmalıdır. Orucda xüsusi bir qeyd var. O da orucun fəziləti onun əməlinə görə daha fəzilətlidir. Necə? Hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki: Allah subhanahu ta'ala qüdsət hədisdə Allah subhanahu ta'ala buyurur: "Kullu amel ibn Adem lehu illa siyam. Fe innehu li ve ana uczu bih. Yeda'u ta'amahu ve şerabahu ve şehvetehu min ecri." Deyir, Adem övladının bütün əməlləri özü üçündür. Yalnız orucdan başqa. O mənim üçündür. Onun mükafatını da mən verəcəyəm. O, yeməyin, içməyin, şəhvətin yalnız mənim üçün tərk edeyim. Deməli, Allah üçün yeməyi, içməyi, şəhvəti tərk etdiyinə görə Allah da bunun mükafatını özünə saxlayıb. Onun mükafatını yalnız Allah subhanahu verəcək və onu başqasına saxlamayacaq. Və o oruç tutanlar üçün cənnətdə ayrı bir qapı hazırlayıb ki, oradan yalnız oruç tutanlar keçəcək. Çünki oruç ibadəti digər ibadətlər kimi deyil. Oruç ibadəti qəlbi ibadətdir. Yəni, həm də qəlblə olan ibadətdir. Sən zahirən heç kəs bilməz ki, sən oruçsan. Sən tek kalan vaxtı
orucu aça da bilərsən. Amma yalnız Allah üçün orucu açmırsan. Yeməyi, içməyi, şəhvətini tərk edirsən. Yalnız Allah üçün. Gizlində olsan belə. Bu da onu göstərir ki, bunun insan əməlini gizlətdiyinə görə onun da mükafatı Allah tərəfindən gizlədilib və xüsusiləşdirilib və fəzilətləşdirilib. Yəni Allah tərəfindən bunun fəziləti daha da çoxaldılıb. Və hədisin ardında Peyğəmbər sallallahu əleyhi və səlləm bu qudsi hədisdə buyurur ki: "Ləxaluf fəmis-saimi atyabu indallahi min rihil misk." Oruç tutan ağzından gələn o pis qoxu Allah qatında müşk ətrindən daha gözəldir, daha təmizdir. Çünki o Allah üçün yeməyi, içməyi tərk etdiyinə görə o iyi də ona görə gəlir. Allah üçün əməl etdiyinə görə. Və bu iyi də Allah üçün olan ən sevimli ətirdir. Və hədisin davamında buyurur ki: "Lis-saimi fərhətən." Oruç tutan üçün iki sevinç vardır. Bir sevinç orucunu açdığı vaxtı, o birisi sevinç isə Rəbbi ilə qarşılaşdığı vaxtı. Başqa rivayətdə gəlir ki, o birisi sevinç isə orucunun mükafatını almaq üçün Rəbbi ilə qarşılaşdığı vaxtı. Deməli, oruç tutanın mükafatı Allah tərəfindən hazırlanıb. Çünki onun keçmiş günahlar bağışlanır. Və burada da keçmiş günah deyildikdə təbii ki, kiçik günahlar nəzərdə tutulur. Böyük günahlar nəzərdə tutulmur. Çünki böyük günahları yalnız tövbə silir. Tövbədən başqa heç bir əməl silinmir böyük günahlar. Hədisdə də Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, estağfurullah. Hafiz İbn Həcər rahimehullah buyurur ki, Hafiz İbn Rəcəb rahimehullah buyurur ki, deyir ki, bil ki, Ramazan ayında insanın öz nəfsi ilə olan iki cihadı vardır. Birincisi gündüz vaxtı olan cihadıdır. Bu da orucla etdiyi cihadıdır. İkincisi də namazla olan cihadıdır. Bu da təravih namazlarından olan cihadıdır. Əgər bu iki cihadı da oruç tutan doğru yerinə yetirsə, doğru düzgün yerinə yetirsə, onun üçün Allahın hazırladığı o əcir hesabsız, soraqsız vardır, həmin əcir. Əgər o, həmin o cihadları yerinə yetirsə, deməli biz əvvəlki hədisə qaydaq, hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm kim Ramazan ayının oruclarını, başqa hədisdə Ramazan ayının gecə namazları, təravih namazları, başqa hədisdə Qədir gecəsini imanla savabını Allahdan umaraq tutarsa, yerinə yetirərsə, onun üçün keçmiş günahlar bağışlanar. Deməli, buradan da görsənir ki, imanla keçirmək bu ayı, orucları şərtdir. İmansız keçirsə necə olur? Başqa hədisdə gəldiyi kimi Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Mən ləm yədə' qawla-z-zuri vel-amala bihi, feleysə lillahi hacatun fi an yədə' ta'amahu və şərabah." Kim pis sözü, pis əməl etməyi tərk etməzsə, Allahın onun yeməyini və içməyini tərk etməsə ehtiyacı yoxdur. Yəni pis söz, pis əməli tərk etməyəcəksənsə, orucundan sənə fayda qalmayacaq. Sən o orucu imanla tutmuş saymayacaqsan. İmanla tutmaq üçün mütləq insan o savabı əldə etmək üçün mütləq insan imanla oruç tutmalıdır. İmanla gecə namazlarını qılmalıdır. İmanla Qədir gecəsinə qalxmalıdır. Cəmaat durur deyə mən də durum yox. Cəmaat tutur deyə mən də tutum yox. Cəmaatdan ayıb olan yox. Allah üçün, yalnız Allah üçün. Allah üçün tərk edirsən yeməyi, içməyi və bütün şəhvətləri, istər şəhvətlərə daxildir, gözlə olan, qulaqla eşitilən, burunla duyulan belə. Yəni hər bir şəhvətlər bura daxildir. Çünki belə olduğu halda başqa hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Mən samə yawman fi sabilillah
Bə'ədəllahu vəçəhu minən-nəri 70 xarifə. Kim Allah üçün bir gün oruç tutarsa, Allah üçün bir gün oruç tutarsa, Allah onun üzünü cəhənnəmdən 70 il uzaqlaşdırar. Subhanallah. Bu, hər oruç tutana aid deyil? Əlbəttə yox. Bu, o imanla oruç tutana aiddir. İxlasla oruç tutana aiddir. Yalnız Allah üçün oruç tutana aiddir. Kimin üçünsə yox. Danışıb, oruç tutub, qeybətlər eləyən, günahlar eləyən, pis əməllər eləyənlər üçün deyil. O imanla oruç tutanlar üçündür. Belə olduğu halda Allah Subhanahu taala onun üzünü cəhənnəmə haram eləyər. O cəhənnəmi görməz. Ona görə də çalışmaq lazımdır ki, bu Ramazan ayını nə qədər ki gec deyil, baxmayaraq ki üçdə biri keçib, hər gün çalışaq ixlasımızı düzəltək, əməllərimizi düzəltək, ibadətlərimizi düzəltək, gecə namazlarımızı düzəltək. Düzgün şəkildə, imanla, ixlasla durub namazlarımızı qılaq. Başdan ötürərək yox. Allah üçün, Allahın buyurduğu şəkildə. Allah elçisinin sallallahu aleyhi ve sellem buyurduğu şəkildə. Bu da insanın ixlasla, imanla olunan ibadətidir. Allahdan istəyirəm ki, Allah subhanahu ta'ala bizi bu Ramazan ayında bağışlanan qullarını etsin. Bizi bu Ramazandan sonra da əməllərimizi xeyirlərə değişsin. Bizi ölməmiş qabaq tövbə etməyə müvəffəq etsin. Subhanakallahumma bihamdik və əşhədu en la ilahe illa ente və estağfiruke və etûbü ileyk.